Bugün sizlərə qızlarla hovuza gedir deyənə vlog çəkməyə başlayıram. Bu mənim sağollaşmaq vlogumdur. Özümlə gedəndə nə aparacağım? Kitabım mütləqidir, oxuyacağım. Adaptır, zərtqan bitsə. Sonra belə bir Dubaydan losyon və bədən geli var idi. Onu gətirəcəm, özümə lazım olar. Şampun həm özümə görə, həm uşağa görə. Bəlkə də indi baxaram da. Güneş kremi hal-hazırda budur, bitmək üzrədir. Ətir, saçım qurumasın deyənə Pantene Hindistan cevizli yağı və bu ikisi zaqar yağları. Gördüğünüz bu bağ evi Buzovna və Şağan arasında yerləşir. Bir günü 200 azeyin idi. Günorta saat 2-də içəri daxil oluruq. Sabahsı günü saat 12-də çıxmalı idi, amma biz axşam çıxdıq çünki qalmadıq. Suyu da çox təmiz idi, çox səliqəli idi. Evi həqiqətən çox bəyəndim. Əslində bir ailə üçün 200 manat çox bahadır, amma 5 nəfər, 6 nəfər, yəni tanışlar, padruqalar yığışıb, pulu atışıb birlikdə gəlsələr daha sərf eləyər. Çünki adam başına 40 manatdan düşdü bizdə. Mən 40 manat ödəniş elədim. Hər kəs də belə. Otaqları da görsün çəkirəm buradan səliqəli şəkildə. Həm YouTube kanalımda da yadigar qalsın. İçəridə belə sanitar qovşağı var 2 dənə. Belə bu qədər. Və biraz da oradan buradan qarpız yedik. Və o vlogları çəkməmişəm. Başımız o qədər qarışdı ki, baseyndə çimməyə. Demək olar ki, vlog da yaddan çıxdı. Bu isə sabahsı gün evdə artıq qarpızımızı kəsib yeyirik, dadırıq. Amma orada qarpız yemişdik, amma təəssüf ki, onu video lentə almamışam. Bu illəri çox gec yemişəm qarpızı. Harısı 11 iyul tarixində ilk dəfə qarpız yedim. Bağlarımın da suyunu yenilədim. Çoxdandır sularını təmizləmirdim. Artıq demək olar ki, vaxtı idi. Və təmiz halda, onlar təmiz olanda mənim ürəyim təmiz olur. Bu da növbəti gündür. Oğlum şahmatda olanda qızımla kitab oxuduq. Hal-hazırda da yenə Çingiz Abdullayevin Dağılma Rəmzləri kitabını mütaliə edirdim. Sonra isə birlikdə evə yollandıq. Və burada binaların arasından gedərkən özümü çox belə rahat hiss edirəm, xoşuma gəlir. Buradakı videoları çəkmək, evdəki o binaların evindəki bu pəncərələri görəndə o qədər xoş gəlir ki mənə. Hər kəs xoşbəxt olsun. Həyat həqiqətən də yaşamağa dəyər. Məni tanıyanlar bilir ki, kitab oxuyanda yanında mütləq bir fincan çay olur. Son vaxtlar belə bir dad kəşf elədim. Vişnə və bananlı Saberen Verlisin batonçikidir. Ən çox xoşuma gələn isə tərkibinin təmiz olmasıdır. C və D vitaminlərlə zəngindir və immuniteti dəstəkləməyə də kömək edir. Həm dadlıdır, həm də kitab oxuyarkən özümü daha rahat hiss etdirir. Məncə həm xeyirli, həm də keyifli bir seçimdir. Sizlə mütləq əlaqə saxlayıb sifariş verin və dadın. Oradan qısa vloglar çəkmişəm. Burada artıq yenə də evə yollanırıq. Biraz buradan vlog çəkmişəm, parkı çəkmişəm, yadigar qalsın. Sonra axşamüstü yoldaşımla 0.0 belə bir içki içdi. Yəni spirtsiz, alkoqolsuz bir içkidir. Yəni ümumiyyətlə spirt alkoqoldan uzağam, amma yenə də bəzən atışdırmalıq olaraq axşamlar bir yerdə vaxt keçirdirik. Yəni siz də dada bilərsiniz. Bu isə bugünkü günümüzdür. Artıq qızım və oğlumu qılınc oynatma idman növünə yazdırmışam. 2-ci günümüz idi. Avqust ayının bütün yay tətilini bura gəlməyə artıq düşünürük ki, övladlarım evdə əsas odur ki, boş dayanmasınlar, hansısa bir idman növünə məşğul olsunlar məktəblər açılana qədər. Mən də biraz buradan çəkiliş elədim ki, yadigar qalsın. Belə. Özümə yeni belə bir açıq almışam. Çox bəyənirəm bu açıqını. Elə öz yaxın ərazidə yaşadığım mağazadan almışam. Mən də bu YouTube kanalını çox sevirəm. Ona görə də burada bütün aldığım əşyaların hamısını bir göstərirəm ki, tutaq ki, bir ildən öncəyə qayıtsam, görüm ki, mən nələr almışdım və nələr işlədirdim də. Daha çox elə bil ki, özümə görə istifadə edirəm. Ona görə, amma siz də baxsaz, xoş olar mənə, baxmasanız da problem deyil. Nəysə, Sibirskdən belə bir şampun götürmüşəm, nəmləndirici. Ardından belə bir gecə kremi, çaşdım.
maskadır. Lifting effekti verən maskadan mən istifadə etməmişəm belə bir. Sonra diş macunu götürmüşəm. Bunu indi açım sizə göstərim. Geçen dəfə lavandalı götürmüşdüm. Bu dəfə kalsium tərkibi götürdüm. Bilmirəm, görmüsünüz yox. Desəm paylaşmışam YouTube'da. Bu isə ayaq kremidir. Ayaq kremim bunu istifadə edirdim. Bunun aslında bitməyinə çox var, amma yenə dedim ki, bundan sonra istifadə edəcəyim bir kremim yoxdur. Bunu aldım ki, bilim ki, əlimin altında var. O bitən kimi keçəcəm sırasıda bu kremə. Görək bu necə olacaq. Bunu belə də çox bəyənmədim. Əvvəl elə bilirdim yaxşı kremdir, amma çox nəsə ayağı yandırır. Bunu da görün, bunu da istifadə edib paylaşaram burada. Belə bir peeling götürmüşəm. Bunu hədiyyədir. Belə bir lifting effekti verən serum götürmüşəm. Bu da hədiyyədir. Özüm üçün almamışam, amma mən bunlardan istifadə etmişəm. Çox razı qalmışam. Yenə alacağım. Sadəcə əlimdə hələ peelingim də var, serumum da var. Yəni ehtiyac bilmirəm, amma ehtiyac bilsəm mütləq alacağım. Çünki həmişə ehtiyac bildiyim məhsulları alıb istifadə edirəm. Belə bir gözəllik üçün gəncləşdirən belə bir vitamin almışam. Bu qida əlavəsidir. Dərman vasitəsi deyil. İstifadə edə bilərsiniz. Məncə bunlar insana çox xeyir verir. Mən şəxsən çox bəyənirəm. Artıq demək ki 2 gün istifadə edirəm. İndi birində istifadə edəcəm. Bugün 3-cü gün olacaq. Hələ ki bunların bu qədərdir. Bu vloqumla da sizə təşəkkürümü bildirirəm ki, axsana qədər baxdınız ya kimlərsə baxdı. Hələlik görüşərik. Tezliklə əgər dənizə getsəm, yeni bir kitaba başlamalıyam. O kitab haqqında postlar istəyirəm paylaşım sizlərlə. Yox, üzr istəyirəm. Vlog paylaşım Instagramla, bəzən YouTube'u çox çaşdırıram hələlik.